kompensasiya məsələsi məsələn qeyd olundu ki, dövlət ancaq istədiyi halda verə bilər. Orada məsələn sosial vəziyyət nəzərə alınaraq, hətta qeyd olundu ki, 400 mindən çox qeyri-qanuni tikilən mənzillər var ki, həmin o pay torpağın üzərində tikilən evlərdə burada, necə deyərlər, özlərinə məxsus bir say təşkil edirlər. Bəli, hörmətli tamaşaçılar, bu mövzu ilə bağlı suallar təbii ki, çoxdur və bütün bu sualların cavabını isə ekspertdən alacaq. Daşınmaz əmlak məsələləri üzrə Firdovsi Xəlilov studiyamızın qonağıdır. Firdovsi müəllim, xoş gəlmisiniz. Xoş gördük. Firdovsi müəllim, sujeti izlədik. Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş və artıq, belə deyək, yaşayış məntəqəsinə çevrilmiş evlərin leqallaşdırılması məsələsi hansı hallarda mümkündür? Əvvəla, burada baxmaq lazımdır ki, hörmətli deputatımız da qeyd elədi, Respublika üzrə təqribi hesablamalara görə 500 mindən çox sənədsiz ev və mənzil var. Bunun ciddi bir hissəsi Abşeron yarımadasının payına düşür. Burada ən asan həll oluna biləcək hissəsi, əlbəttə ki, bunun hamısının sənədləşdirilməsi mümkün deyil. Burada zəbt olunmuş torpaqlar var, dövlət neft şirkətinin ərazisinə düşən var, dəmir yollarının ərazisinə düşən var, magistralların yaxın ərazidə tikilənlər var. Bunlar mümkün deyil. Ən rahat həll oluna bilən hissəsi əslində kənd təsərrüfat torpaqlarıdır. Nə üçün? Vətəndaşın burada mülkiyyət hüququ var. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün. Amma ev tikmək üçün icazəsi yoxdur. Burada mahiyyət qismən dəyişir. O halda mümkündür ki, əvvəla bunu qeyd eləməliyik ki, bu qanunsuzdur. Həm şəhərsalma məcəlləsinə görə, həm də ki, deməli, Nazirlər Kabinetinin qərarları ilə ziddir. Torpaq haqqında qanunda da ziddiyyət təşkil edir. Amma bunlar ən rahat dəyişdirilə biləndir. Bu dəyişdirilən zamanda hansı meyarlar əsas alına bilər ki, şərti olaraq deyək, Bakı şəhərinin Binə qəsəbəsi. Binə qəsəbəsi nə vaxtsa örüş ərazisi olub, 2-ci Respublika dövründə bu qərar verilib, 20-ci illərdə ki, burada örüş olsun, insanlar qoyun otarsın, əsasən 80 minə yaxın ev var. Yəni, biz təklif edirik ki, torpağın sotunun dəyəri 20-25 min olan yerdə evləri sökək, bu birinci variantdır. Orada qoyun saxlayaq. Bu nə qədər rentabellidir? Variant 2 də budur ki, Nazirlər Kabineti bir qərar versin. Hansı ərazilər ki, artıq kütləvi şəkildə yaşayışa çevrilib, kənd təsərrüfatıdır. Torpaq üzərində mübahisə yoxdur. Yəni, mülk bölgüsündə mübahisələr yoxdur. Gərginliyin altından keçmir. Yəni, istisna edici hallar yoxdur. Sadəcə kənd təsərrüfatı, əkin və ya heyvandarlıq olub. Bunu bir qərarla dəyişdirib torpağın təyinatını yaşayış eləmək olar və oradakı insanlar bunun əsasında portal yaradılıb artıq. Portal vasitəsilə müraciətlərini edib, sonraki prosedurlara başlaya bilərlər. Bu 500 min rəqəmi kifayət qədər maraqlı səsləndir və həcm olaraq da kifayət qədər böyükdür. Burada deməli bu yerlərin satılma ehtimalı da var. Yəni, bundan öncəki dövrdə onlar satıla da bilərdi başqa bir vətəndaşa və s. Bəs bu kimi hallardan qaçmaq üçün vətəndaşlar bu sənədləşmə prosesində nələrə xüsusi diqqət yetirməlidir ki, sonradan bu cür problemlərlə qarşılaşmasınlar? Adətən ya aşırı imkansızlıqdan, ya da ki, ikinci hallarda isə fürsətdən istifadə etməkdən çıxır. Məsələn, Səbail rayonu ərazisində bir-birinə yaxın bir müşahidə eləmişdik. Torpaq əraziləri var. Birində sənədi bələdiyyə sənədidir, özəlləşdirilməyib, çıxarışı yoxdur. Onun qiyməti 10-15 min manatdırsa, ondan 20-30 metr kənardakı torpaq sahəsinin qiyməti 40-45 min manatdır. Çünki onun çıxarışı var. İnsanlar bəzi hallarda nəfsinə qurban gedirlər və ya imkanları yetmir buna. Hesab edirlər ki, daha ucuz əldə edirlər. Amma nəzərə almalıdırlar ki, onların orada mülkiyyət hüququ yoxdur. O torpaq bələdiyyə sənədi verilib verilməyinə, ola bilsin ki, kimin sonra çıxarışı var, ola bilsin ki, zəbt olunub, ola bilsin ki, orada ümumiyyətlə tikinti aparmaq olmaz, yaşayış məntəqələrinə uyğun deyil. Və gələcəkdə ilk başda bizə ucuz gələn məsələ, gələcəkdə bizə olduqca bahalıya gəlib oturur. Bunu nəzərə almalıdırlar, diqqət yetirilməlidirlər. Amma bu proseslərin hamısı paralel getməlidir. Və siz necədir? Qarşısı alınmaz prosesdir ki, Abşeron yarımadasında yaşayış məntəqələri sürətlə böyüyür. Bunu hamımız qəbul edirik. Görürsünüz, deyirik ki, 500 minə yaxın mənzildir. Bunlar qanunsuz tikilib. Yəni, sənədsizdir, qanunsuz tikilib.
biz istəsək də, istəməsək də bu proses gedəcək. Onun üçün bəzi dövlət qurumları diqqət eləməlidirlər ki, hansı ərazilər nə vaxtsa qərar verilib 20-ci ildə, 30-cu ildə bura kənd təsərrüfatı olsun. Baxırıq ki, dəniz mənzərəsi var və s. və ilaxır. Bunun təyinatını dəyişək, hərraca çıxardaq, həm dövlət büdcəsinə pul gəlsin. Baxın, 500 min sənədsiz ev deyirik. Bunun sadəcə 400 minini bu illər ərzində sənədləşdirə bilsəydik, dövlət büdcəsinə son 25-30 ildə əlavə 6 milyarda yaxın bugünkü dəyəri ilə vəsait cəlb etmək olardı. 6 milyard. Bəli, sadəcə və sadəcə vergilərlə, xalis mənfəətlə və rüsumlarla ki, bir iş görmədən bunu etmək olardı. Bu bizim birbaşa ümumdaxili məhsulumuza təsir edir. Baxın, ödəmə mənbəyindən vergi 14%-dir. Bu 500 min mənzilin 50 mini icarəyə verilirsə və 400 manatdan olursa, təsəvvür edin ki, bu nə qədər böyük bir kirayədən gələn vergi gəliridir. Və ya hər evə şərti olaraq 70 manat illik bələdiyyə vergisi düşünsək, nəhəng bir məbləğlər alınır. Milyardı keçən, bu illər ərzində milyardı keçən olmamasından qaynaqlanır. Burada həm vətəndaş, həm də dövlət qurumları sinxron bir şəkildə, mən iddia eləmirəm ki, dövlət qurumları bir qələmdə qalxsın, bütün bu sənədsiz evlərə sənədin versin, bu paralelində daha böyük problem yarada bilər. Həm də mümkünsüz olacaq. Daha böyük problem yarada bilər. İnsan mülkiyyət hüququnu əldə etdikdən sonra tələb eləyəcək ki, o vişqa oradan çıxsın, elektrik stansiyası sökülsün. Çünki mülkiyyət hüququmdur, çıxmıram. Başlayacaq ki, necə ki, şəhər mərkəzində istismara yararsız mənzillər bəzən olur ki, haqlıları da var, bəzən olur ki, bir neçə milyon vəsait tələb eləyir ki, mənim mülkiyyət hüququm var, mən də bunu edirəm. Elə hallara yol verməmək üçün hansı ərazilər ki, maneələr törətmir, qanunlara uyğunluq yaradır, hansı evlər ki, düzgün tikilib, o demək deyil ki... Bəzən ola bilər ki, bələdiyyə sənəd verib, misal üçün də, sonradan orada çıxarış almaq mümkün ola biləcəkmi? O baxır yenə də yerin təsnifatından. Ki, bu yer başqasının zəbt olunmuş yeri olmamalıdır, başqasının ora çıxarışı olmamalıdır, yüksək gərginlikli elektrik xətlərinin dövlət magistrallarına yaxın olmamalıdır, qorunan torpaqlarda olmamalıdır. Bəs bu cür evlərin təxmin eləyək də faizi nə qədər ola bilər ki, uyğun olsun? Bizim təxmini hesablamalarımıza görə bu cür evlər, bu 500 mindən bir az çox məbləğin təqribən 400 mini legallaşa bilər. Firdovsi müəllim, bəs belə deyək, qanunsuz tikililərin ölkənin ərzaq təhlükəsizliyinə və şəhərsalma planlarına təsiri nə dərəcədə düzgündür, daha doğrusu ciddidir? Çünki sujetimizdə də əməkdaşımız qeyd etdi bu məqamı. Şəhərsalma üçün çox ciddi problemlər yaradır. Postfaktium tikildikdən sonra mənzilləri, binalar, biz onları legallaşdırsaq da bilirik ki, Bakının çox gözəl bir ruhu var, binaları var. Həm Şərqi Avropa, həm Qərbi Avropa, həm Rus imperiyasından, həm də milli ornamentlərimizdən qaynaqlanan Bakı ətrafında tikilən fərdi evlərə baxırıq. 4 künclü kəsmə daşlardan tikilib, heç bir estetik görünüşü yoxdur. Biz onlara mülkiyyət hüququ verdikdən sonra artıq bir şeylər tələb eləmək də çətinləşəcək. Dar küçələr və s. Şəhərsalma baxımından olduqca ciddi problemdir. Amma kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi baxımından isə düşünürəm ki, xeyr. Çünki 1 hektar ərazidə təqribi hesablarla taxıl əkilərsə 800 kiloqram un əldə etmək olur, 750-800 kiloqram. Bu isə yetişkin bir Azərbaycanlıların 20 nəfərinin bir ildə istehlakı deməkdir, 20-25 nəfərin bir ildə istehlakı deməkdir. 1 hektar ərazidə isə təqribən 80-100 arası insan məskunlaşa bilir. Bunun sosial faydalılığı oradan əldə etdiyimiz un məhsulundan çox daha üstündür. Respublikanın digər ərazilərində bu işlərlə məşğul ola bilərik. Həm də kənd təsərrüfatı məhsullarının rəqabətə dözümlü olması, əlbəttə bu ayrı müzakirə mövzusu, dözümlü olması üçün onu çox dəyərli torpaqda aparılması məqsədə uyğun deyil. Torpağın 1 hektarını əgər biz kənd təsərrüfatından dəyişdirib yaşayış məntəqələrinə çevrilə biliriksə və orada onun dəyəri milyonlarla manat artırsa, niyə də bunu etməyək? Haradakı tələbat var. Keçək gedək Bakı şəhərindən məsələn 80 kilometr, 100 kilometr, 60 kilometr kənarda boş ərazilərdə kənd təsərrüfatımızla məşğul olaq. İşğaldan azad olmuş ərazilərdə buna çox mümkün imkanlar var. Firdovsi müəllim,
bütün bunlar olanlardır. Sanki bundan öncəki müddətdə kifayət qədər qanuna zidd şəkildə tikintilər olub. Bəs bundan sonraki dönəmdə bunun təkrarlanmaması üçün və eyni zamanda olmaması üçün hansı mexanizmlər olmalıdır? Cəza prinsipləri olmalıdırmı? Yoxsa daha güclü nəzarət? Nədir çıxış yolu? Hamısı paralel aparılmalıdır. Bu diqqət edirsinizsə, insanlar nə deyir? Mənim bələdiyyə sənədim var. Bələdiyyə sənədinin isə hüquqi qüvvəsi yoxdur. Buna birmənalı aydınlıq gətirilməlidir. Onun verilişi dayandırılmalıdır. Bu səlahiyyət birmənalı şəkildə bələdiyyələrdən alınmalıdır ki, bələdiyyələrdən səlahiyyət alınmalıdır. Birmənalı şəkildə deməli, əmlak məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə verilməlidir ki, hamı çıxarış alsın. Nəzarət ciddiləşməlidir. Həm bu yeri qanunsuz əldə edənlər, həm də buna şərait yaradan bəzi dırnaqarası məmurlar paralel şəkildə cəzalanmalıdır. Necə ola bilir ki, bir binanın da, yaşayış mənzilinin inşası bəzən ən qısa zamanda 5-6 ay, ən orta hesabla il yarım gedir və bunu heç kim görmür. İnandırıcı deyil, əlbəttə. Buna şərait yaradan hər kim varsa, hamısı müvafiq qaydada ilk öncə cərmələnməli, xəbərdarlıq olunmalı, cərmələnməli və işindən, səlahiyyətindən uzaqlaşdırılmalıdır və insanlar bunu görməlidir ki, bu artıq mümkün deyil. Bunu etdikdən sonra isə dövlət diqqət yetirməlidir. Bugünə kimi tikilmiş bu 500 mindən çox olan mənzilin hansını legallaşdırmaq olar? Onların bir proqram əsasında, yenə də səmərəlilik əsasında... O da yəqin uzun müddət alar, doğrudurmu? Bəli, ciddi vaxt tələb edir. Hətta burada tək bir məsələ deyil ki, bu mənzil mülkiyyət hüququm var, amma yaşayış məntəqəsinə uyğun deyil, tikmişəm bunu, heç kəsə mane olmuram, zəbt eləməmişəm və s. və ilə axır. Bir də baxılmalıdır ki, bu hansı şəkildə tikilib? Baxın, keçən illərdə Şamaxı rayonunda, Ağsu rayonunda səhv eləmirsə zəlzələ oldu. Və ya bayaqları efirdə səsləndirildi ki, təzminatların verilməsi. İmişli rayonunda, Kür qırağında daşqınlar oldu. Bunlar hamısı neyin nəticəsidir? Onların bir çoxunun sənədləri var. Plansız tikilib, mühəndis rəyi ya ciddi olmayıb, ya da kağız üstündə qalıb və ya çay yatağında, axarında, hansısa kollektorun ərazisində tikilib. Bunlara da diqqət yetirilməlidir ki, bu tikili nə qədər standartlara uyğundur? Uyğun deyilsə, mülkiyyət hüququ verilsin, vətəndaşa təklif olunsun ki, yeni standarta uyğun tikilsin. Çünki bu söküləndə... Standartı dəyişdirilsin. Bəli. Həmin yerdəcə, yoxsa... Bəli. Bunların hamısına diqqət yetirilməlidir ki, daha sonra bütün bu yük hər hansısa, bilir ki, bütün Azərbaycan, yəni, nəs danışmaq istəmirəm, amma seysmaktiv zonada yerləşir. Abşerondan ta Ağstafa rayonuna qədər, Naxçıvana qədər, hamısı seysmaktiv zonadır. Bunların hamısı diqqət yetirilməlidir. Təşəkkür edirik Firdovsi müəllim, çox sağ olun.